Salam değerli izleyiciler, 5 noyabr 2025-ci il bugün UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü turun oyunları keçirilir və Azərbaycan təmsilçisi Qarabağ meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda İngiltərə nəhəngi Chelsea ilə üz-üzə gələcək və oyun 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Chelsea hazırda turnir cədvəlində 13-cü, Qarabağ isə 15-ci pillədə qərarlaşıb və hər iki komandanın 6 xalı var. Xatırladaq ki, Chelsea ilə artıq Qarabağ 2 dəfə qarşılaşıb və Ağdam təmsilçisi 2017-18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Londonda 0-6, Bakıda isə 4-0. Yəni 2 oyuna Chelsea-dən 10 top buraxmışıq və görək bugünkü oyunda necə olacaq. Deməli, komandamıza bu oyunda uğurlar arzu edirik və bu oyunun baş hakimi Sebastian Qisamer isə Avstriya təmsilçisidir.